Bunda Santa Fe'nin karabkasını çıxartdıq, nasosuna yağ axıdırdı və söktük ki, nədir? Çanağı da iyilibdir, muslunucu da iyilibdir. İndi karabkanı təmiz sökək, bütün içini başını göstərəcəm. Əziz dostlar, karabkanı təmiz söktük, təmiz bir pitə söktük, hər bir şeyinə baxdıq. Bizdən qabaq haradasa karabkasını yığıblar, bu germetikası var. Nasosuna da bunu zəhmət olmasa germek qavurmayın, əziz ustalar. Nasosuna. Sanniklə litr vursan kifayət edir. Qara germetikanı yığıblar, yəni karabka təmir işi görülübdür. Problemləri nədir? Publik zonzora çıxdı, nasos sıradan çıxıbdır. Nasosun üz üstü Malaş? Hə, buradadır. Filtrin içine baxın. Bərbad vəziyyətdədir. Qırıntılar, friksion qırıntıları. O nə hansı friksiyondur? İçərisinə yığılan friksiyonu, bir də manjetlər dəyişiləcəkdir əlbəttə ki. Nasosun tulkasını yiyilib təmiz. O da belə olduğuna görə publikdən yağ axıdır. Bu friksiyonun içərisinə yığılan friksiyonlar yanıb, düzləri boxdur, təmiz. Publikin indi təmirə göndəririk. Boğazı təmiz sıradan çıxıbdır. Təmirdən gəlsin, yığıb, test-drive edib göstərəcəm inşallah. Xeyir olsun. İş etmək, bu da çanağı yönəcə yiyilibdir. Təmiz yedibdir. İndi qabağını da sökəcəyik. Ucu da təmirə gedəcəkdir. Ucu da yağıya gedəcək. Baxın, bu burada çoxdur, gerçək falan burada yiyilibdir. Bunu da sökək inşallah göndərəcəm təmirə. Diqqətlə baxın, zəhmətiniz. Görürsünüz? Bura qayacaq çoxalır burada, amma dişlər burada yiyilibdir. Çünki bu da burada oturanda belə lıp lif deyil, ha? Diqqətlə. Necə lifdir? Zadniyə deyə qoyunub lık. Ha? Elədim ki, videoda düşür. Böyle lift edir. Zadniyə qoydun, deyə qoydun, zadniyə qoydun, deyə qoydun, zadniyə qoydun, lift edir. İndi bunların hamısı təmir olunacaq, ideal şəkildə dəyişiləcək, təmir olunacaq. Yığım bir daha deyirəm, üstünə qoyum, testlərini göstərəcəm inşallah. Əziz dostlar, Santa Fe'nin karabkası hamısı yuyuldu, səliqəli, iğnə kimi. Hamısını, mənim bu canavar seni kimi yoxdur. İndi ya belə deyil, iftarını açır. Allah qəbul eləsin, hep şey. İndi cafçasları gəlsin, detalları yığaq, göstərəcəm nə var. Salam əziz dostlar, əziz gənclər, gözəl insanlar. Santa Fe'nin karabkasını yığdıq, səliqəli, ideal şəkildə. Çanağı qalıbdır, bu köhnə çanağıdır. Bu arada hidrobokunun salinotu biri qırılmış. O getdi. Nasosu dəyişirildi, səliqəli. Salin beynində yumuşuq, indi salinotun biri aparatda yumuşuq, yığırıq, salinotu təzə qoyduq. Və mənim uşaq kimi sevindiyim təzə malzələrlə. Publiklərim təmirdən gəlir. Üstünə publikin hidrobok təmirdən gəlir. Çanağımız təmirdən gəldi, səliqəli. Elə bir ana varasına baxın. Buna baxın. Və çanağın özü təzə, ideal şəkildə. Buna baxın dostlar, buna baxın. Ay Allah, buna bax. Gözəllik, orijinal. Bir də lazım olan detalları, məzəfi var gəlir. Yığaq, optimanda yığılsın. İndi Ford'u qoyacaq üstünə, bir dənə filtrini qoyub və bu 4 manat Santa Fe'nin bir dənə şeyini yığaq, səliqəli mostunu qoyaq üstünə. Xeyir olsun. San Diego dostlar. Və əziz dostlar, gözəl insanlar. Karabkanı yığdıq Santa Fe'nin. Santa Fe necə təzəli olur, ideal. Təmir olunduğunu ana varası. Üstünə qoysun, test-drive göstərəcəm. Xeyir. Salam əziz dostlar, növbəti çəkimiz hazırdır. Sizlər yoxlayaq, test-drive edin. Ya Allah. Zadniy neytral deyil, bir gram vurması yoxdur. Skorçları əla dəyişir. 150-200 km, 100 km sənən sayıda bax şey çox ideal yerinə oturacaq. Hidrobok uzadı, hər bir detalı yığıldığına görə hamısı sıfıra ulaşıb. Xeyir olsun, xeyir işlərə sürsünlər.